Mən arıqlamaqdan yoruldum. Uşaqlıqdan bəri o dietada oturan qız olmuşam. Məktəbdə hər kəs bulka yeyəndə mən onlara baxıb yemirdim ki, birdən kökələrəm. Arıqladıqca kökəlirdim, kökəldikcə isə özümü günahlandırırdım. Elə bil ki, bədənimlə savaşırdım və bədənim hər dəfə qalib gəlirdi. Uşaqlıqdan o qədər dietalarda oturmuşam ki, böyüyəndə bu mənə problem kimi qayıtdı. Və 2023-də ödümdən əməliyyat olundum. Əməliyyatdan sonra isə hər şey daha da pis oldu. Artıq kökəlməyim 2 dəfə daha sürətli baş verirdi. Əməliyyata gedəndə belə niyəsə düşünürdüm ki, kökələcəm. Keçən il 16 kilo arıqladım. Sözsüz ki, çox xoşbəxt idim. Müvəqqəti arıqlamağım isə uzun çəkmədi. Nə düşünürsünüz? Yenə kökəldim. Artıq Instagramda, TikTokda kökəlməyimlə bağlı gələn rəylər məni narahat etmirdi. Çünki mən bilirdim ki, kökəlirəm. Və yalnız Türkiyəyə köçdükdən sonra bu il özümə güzgüdə baxıb, özümə səni artıq belə də qəbul edirəm dedim. İlk dəfə artıq özümü günahlandırmadan yemək yeyirəm. Bəlkə də qəbul etdikcə dəyişərəm, bəlkə də dəyişməsəm belə xoşbəxt olaram. Mən artıq bədənimə düşmən deyiləm. Hər kilonun bir xatirəsi var, hər dəyişimin isə bir səbəbi. Bunu bölüşürəm çünki düşünürəm ki, bununla mübarizə aparan mən tək deyiləm. Bir də mən özümü 30 yaşında çox fərqli görürəm. Qarşıda 2 ilim var, ona görə özümə icazə verirəm. Bəzən özümüzü olduğumuz kimi qəbul edəndə xoşbəxt hiss edirik.